Allahdan qeyrilərinə dua eləyib yalvarırlar. Halbuki bu dua var ha, yalvarış. İbadətdir özü. Allah Teala Quran-ı Kerimdə buyurur ki: "Və qala rabbukum ud'uni estecib lekum." Rəbbiniz buyurdu ki, mənə dua eləyin, sizin duanızı qəbul eləyim. İnnellezine yestekbiruna an ibadeti seyedhuluna cehenneme dahirin. Mənə ibadət etməkdə təkəbbürlük göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Fikir verin, ayətin əvvəlində Allah Teala nə dedi? Dua eləyin. Ayətin ortasında deyir, ibadət etməkdir. Dua ibadətdir. Yəni Allah əlbi açıb nəsə ki istəyirsən ha, bu ibadətdir. Və bu gün biz bunu deyəndə batil əqidə sahibləri nə deyir? Deyir, onda həkimə də getmə da, həkimdən bəs həkim də səbəbdir. Nə dəxlisi var? Məyər bu gün bir insan həkimə gedir, ölü həkimin yanına gedir, qəbirdə olan həkimin yanına gedirsən, yoxsa diri həkimin yanına gedirsən? Diri həkimin yanına gedirsən. Hansı insan gedir ölü həkimin yanına? Heç kəs. Diri həkimin və ya bu gün mən bir qardaşa deyirəm ki, mənə bir şey ver, məsələn, stəkanı ver bura. Bu ibadətdir? Yox. Bu onu qadirdir, gücü çatır, onu verir mənə. Bir də var, mən əlimi açıram, qəbirdə olana deyirəm, mənə evlad ver, mənə ruzi ver. Bu artıq nədir? Şirk qoşmaqdır. Allaha şərik qoşmaq. Və bunu Qur'anı oxuyanda, Qur'an-ı Kərimə nəzər salanda apaçıq bu məsələlər görsənir Qur'an-ı Kərimdə. Və şirk ən böyük günahdır, Allaha şərik qoşmaq. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki: Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammed və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Bildiyiniz kimi bu Vəhabi firqəsi, baldırpərəst firqə, sahabə mövzusunda boş-boş nə gəldi danışır, mənasız başa düşmədikləri, öz batil fəhimləri ilə başa düşdükləri, bütün sahabələr adildir, nə bilim, hamısı behiştdə, Allah hamısına razı deyirlər və Qurandan bəzi ayələr gətirirlər ki, heç düzgün də başa düşməyiblər o ayələri və orada necə düzgün başa düşmürlər və ümməti də azdırırlar, həmçinin şirk tövhid məsələsində də bu cürdülər. Yəni bir tayfa ki deyir, Allah Əmmar Yasirdən rəhməhullah razı olsun və həmçində onun qatili Muaviyyədən də razılıq edirsə, bu tayfadan nə gözləmək olar, hansı məntiqi gözləmək olar? Və yaxud bir tayfa ki, səhih hədislərində gəlib, Buxarda ya Müslimdə, bir tayfa ki, etiqad edir ki, Allah gələcək, onu tanımayacaqlar. Değişilib başqa formada gələcək, məzmun nəql edirəm. Və deyəcək, sizin Rəbbinizin arasında bir əlamət varmış, onunla Rəbbinizi tanıyırsınız. Deyəcəklər, baldır. Nəuzu billah, Vəhabilərin Rəbbi də baldırını açacaq və başlayacaqlar səcdə eləməyə. Yəni, bu tayfadan nə gözləyəsən? Bir tayfa ki, deyir, Allah elə göydəydi, göydə qalxdı. Göydən enəndə, ərşənəndə həm də ərşdə qalır. O yerdə ki, gecənin 3/1 də orada yerdədir, o yerdə ki, gecənin 3/1 deyil, orada göydədir. Yəni, bunlar nə gəldi danışırlar, nə gəldi uydururlar özlərindən, batil fəhimlərindən. Sonra da ortaya çıxan nəticə olur, əhl-i sünnənin rəyi, ki, bunlar əhl-i sünnənin yolu ilə gedirlər. Həmçinin də şirk tövhid məsələsində. Yəni, eyni şeyi illərdir ölkədə təkrarlayırlar. Bir 10 ildən sonra indi balaca bir Vəhabi gəlib 10 ildən sonra təzədən oxuyub Saudiyadan gəlsə, eyni şeyləri ağızdan ağza ötürürlər, batil fəhimlərlə insanları çaşdırırlar. Yəni, ya cahildirlər, bunlar bilmirlər, ya da bilirlər sadəcə işləri, gücləri insanları azdırmaqdır. Baxın, görün bu insan nə deyir? Bu insan deyir ki, çağırmaq, bu insan deyir ki, dua ibadətdir. Və Quran-ı Kərimdən ayə gətirir ki, əvvəlcə bu hissəni qeyd edir ki, Qalə rabbukum ud'uni estecib lekum. Rəbbiniz dedi ki, məni çağırın, sizə cavab verim. Sonra deyir ki, innellezine yestekbiruna an ibadeti seyedhuluna cehenneme dahirin. O kəslər ki, mənim ibadətimdən təkəbbürlük eləyərlər, ibadət etməyə təkəbbürlük eləyərlər, onlar cəhənnəmə xar şəkildə, zəlil halda, rəzil halda daxil olacaqlar. Və deyir ki, baxın, nəsə tapıb güya. Deyir, baxın, Allah əvvəldə deyir ki, məni çağırın, dua edin. Sonra deyir ki, ibadət sözünü gətirib, deməli, dua ibadətdir. Yəni, sən doğrudan cahilsən, yəni Quranın ancaq bir dənə ayəsini götürürsən və başqa ayəni atırsan kənara sahabə mövzusunda kimi, yoxsa cahil deyilsən, ümumiyyətlə, yoxsa bilirsən bunu, cahil deyilsən, sadəcə cəmaatı aldadırsan. Bütün Vəhabilərə şamildir ya bu söz, yəni bütün Vəhabilər bu məsələdə bu cür danışırlar. Quran-ı Kərimdə ibadət bir neçə mənada gəlib. Misal üçün, siz Bəqərə surəsi 23-cü ayəyə baxsanız, Allah Azza və Cəllə buyurur ki, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim. Və in kuntum fi raybin mimmə nəzzəlnə alə abdinə fəətu bi surətin min mislihi. Əgər deyir, siz bizim əbdimizə, bizim qulumuza, bəndəmizə nazil edilənə
nazil etdiyimizə şəkk edirsinizsə, şübhə edirsinizsə, bir də nə deyir? Onun mislində bir surə gətirin. Əgər düz danışansınızsa. Və deyir, vəd'u şuhədəəkum min dunillah. Allahdan başqa şahidlərinizi çağırın. Burada vəd'u sözü var. Allah yəni demək istəyir ki, Allahdan başqa şahidlərinizə gedin ibadət eləyin. Yox, burada istianət mənasındadır. Deməli, Quranda hər çağırmaq ibadət mənasında deyil. Və yaxud məsələ sual mənasında, nəsə istəmək mənasında. Bəqərə 70-də gəlib. Qalu du'u lana rabbaka yubayyin lana ma hiya. Musa peyğəmbər əleyhissalam dedilər ki, Rəbbinə dua et, Rəbbinə çağır. Onun inəyin necə olduğunu bizə bildirsin. Onun nə olduğunu, yəni necə inək olduğunu bizə bildirsin. Burada o da o sözü gəlib. Yəni deyir ki, demək istəyir ki, dedilər ki, Rəbbinə ibadət et. Burada da bu ibadət mənasını vermir. Və yaxud da digər yerdə dəvət mənasına gəlir. Bizdə də dəvət mənasında işlənir. Nəhl surəsi 125-ci ayə. Allah Azza və Cəllə buyurur: "Ud'u ilə səbili rabbikə bil hikmə vəl mau'izatil həsənə." Rəbbinin yoluna insanları hikmətlə çağır və gözəl nəsihətlə çağır. Yəni Allah deyir ki, insanlara ibadət elə. Və başqa bir sıra mənalar da baxsaq görərik ki, dua mənasında var. Onlardan biri də bəli ibadətdir. İndi harda hansı mənada gəldiyini bilmək üçün ya Quranın özündən bir dəlil var həmin ayədə. Necə ki burada deyir ki, İnnellezine yestekbiruna an ibadeti. O kəslər ki, məni ibadət etməzə təkəbbür eləyərlər. Bəli, burada ibadət sözü müqabilə qərinəsi göstərir ki, duadan məqsəd ayənin əvvəlində nədir? O duanın sözündə məqsəd ubudunidir. Məni ibadət edin deməkdir. Niyə? Çünki ayədə açıq-aşkar göstərir. Və yaxud ayədə olmasa təfsirlərə baxın. Təbəri təfsirlərinə baxmışıq biz Vəhabilərin bir nömrəli təfsirin şəxə adlandırırlar. Orada bir çox ayələri ki, Vəhabilər batil fəhmləri də gətirirlər, şirk deyirlər. Onları göstərmişik ötən bəhslərdə ki, burada ibadət mənasındadır. Deməli, bütün ibadətlər duadır, amma bütün dualar ibadət deyil. Və yaxud da deyə bilərsən, bəzi ibadətlər duadır, bəzi ibadətlər dua deyil. Həmçində bəzi dualar ibadətdir, bəzi dualar ibadət deyil. Bəli, burada ibadət mənasına gəlib. Allah deyir ki, mənə ibadət edin və təkəbbül eləməyin ibadətdən. Bu o demək deyil ki, harda sən ibadət sözü gör, dua sözü görəsən, düşəsən, əldə bayraq eləyəsən ki, tapmışam. Bəs burada nədir? İbadət mənasındadır. Sonra güya yenə nəsə tapıb. Deyir ki, gör bunların tohid anlayışına bax. Deyir ki, həkimi, sonra bizə irad tuturlar ki, yəni ki, Vəhabilərə irad tuturlar ki, onda həkimi də çağırmada, həkimdən də nəsə istəmədə, həkimin də yanına getmədə. Sonra cavab olaraq deyir ki, məgər ölü həkimin yanına gedirəm, məgər həkim ölüm, mən gedib ona ölüsündən istəyirəm. Yaxud da deyir ki, qardaşa deyirəm ki, stəkanı ver mənə, bu ibadətdir, gücü çatır deyirəm, ver, o da verir. Yəni özlərindən bölgü bölüblər. Gücü çatır, gücü çatmır. Qadirdir, qadir deyil, ölüdür, diridir, özlərindən bölgü bölüblər. Hansı Quran ayəsinə əsasən bu bölgünü bölmüsən? Sən demirsən, çağırmaq ibadətdir, dua ibadətdir. O həkimi də çağırırsan, qardaşı da çağırırsan, o da çağırmaqdır. O da duadır. Ərəblər ona dua deyirlər, çağırırsan. Hə, indi sən deyirsənsə ki, yox, bütün dualar ibadətdir. Ya biz yəni qəbul etməlisən ki, Quranda ibadətin, duanın başqa növləri var. Ya da deyirsən ki, yox, dua ibadətdirsə, o da çağırmaqda duadır. Ərəblər ona dua deyirlər. Da'a sadiqahu, məsələn, çağırdı dostunu. Da'a tabibəhu, həkimini çağırdı, məsələn. O da çağırmaqdır. Onda o da ibadət sayılmalıdır da. Gəliblər orada bölgü bölüblər. Yox, burada bu qadirdir, burada bunun gücü çatır. Sən etiqad eləsən ki, o qadir özündəndir, müstəqil şəkildədir. Bunun özü şirkdir. Hər həkimi çağırmaq, hər dostu çağırmaq ki, qadirdir. Əvvəla hər həkim qadir deyil. Ola bilər gəlsin, müalicə eləyə bilməsin. Fərz eləyə yaxşı həkimliyi öyrənib. Deyək ki, gəldi, asan bir xəstəliyi müalicə elədi. Biiznillah eləyib, yoxsa yox. Desən ki, biiznillah eləməyib, müstəqil öz gücündəndir. Bu şirkdir. Yox, desən ki, biiznillahdır, biz də onu dedik də. Biz də deyirik, dünyadan gedən şəxs, ya sən başa düşmək istəmirsiniz siz Vəhabilər, ya da özünüzü qoymusunuz anlamazlığa. Biz də deyirik ki, dünyadan gedən, o cismani olaraq oldu, dəfn edildi. Bərzəx aləmində ruhları var və etiqad edirik ki, qadirdirlər. Vəssalam, bu da şirkdir, biiznillahdır. Quran-ı Kərimin buyurduğu, eynən buyurduğu kimi Həzrəti İsa'nın aleyhissalam haqqında. Deyir, biiznillah xəlq edirəm. Sən necə biiznillah inanırsan? Biz də biiznillah inanırıq. Fərq bir dənə budur ki, bu insanlar kəramət sahibləri, övliya dünyadan gedib, ruhları bərzəx aləmində, Allah dərgahında ehtiram sahibidirlər. Biiznillah bir iş görürlər. Burada nə şirk var, nə də şərək qoşmuşuq.
Hardan uydurmusan o bölgünü ki, qadir olsa bir olar, olmasa olmaz. Nə bilim, dostum, təsəvvür elə bunların ağlına bax. Yəni bir nəfərə mən deyirəm, bir nəfərin cibində 2 dənə qələm var. Mən deyirəm ki, qələmi ver mənə. Verdi mənə. Sonra öldü. Öləndən sonra deyirəm ki, o bir qələmi də ver mənə. Ölməmişdən qabaq deyəndə şirk olmur. Öləndən sonra desəm olur şirk. Hansı ayəyə əsasən, nəyə əsasən? Bir halda ki, ölməmişdən qabaq da etiqad edirəm bir iznillah iş görür. Qüdrəti Allahın izni ilədir. Allah verir bu qüdrəti. Dünyadan gedəndən sonra da eyni şeyə etiqad edirəm. Vəssalam, burada bu bölgünü hardan çıxarmısınız? Hansı Quran ayəsindən? Yəni öz batil fəhmimizi insanlara niyə yükləyib insanları azdırırsınız? Ya Şiə qidəsindən, Sünnə qidəsindən ümumiyyətlə xəbəriniz yoxdur ki, onlar bir iznillah etiqad edirlər. Ya da xəbəriniz var, sadəcə özünüzü anlamazlığa vurmusunuz və insanları səfeh yerinə qoyub ki, insanlara tövhid şirk dərsi keçirsiniz. Yəni bununla ağıldır ki, bir nəfər sağ ikən nəsə əta eləyə biləndə bu şirk olmur. Dünyadan gedəndən sonra bu şirk olur. Bir halda ki, etiqad edirəm ki, hər iki halda Allahın izni ilə iş görür. Eyni halda, hər iki halda Allahın izni ilə bu insan nəsə bacarır. Dünyadan gedən övliya da Allahın izni ilə əta eləyir. Sağ ikən olan insan da Allahın izni ilə qüdrət sahibi bir şey əta eləyir. Nə şirk var burada? Nədə şərik qoşdum? Harda şərik qoşdum? İznillah olandan sonra bunun nəyi şirkdir axı? Deyir, mən əlimi açıram. Qəbirdə olan deyirəm ki, mənə övlad ver, bu şirkdir. Nəyi şirkdir? Bax, şirki izah eləmək lazımdır. Oturmuşsan orada, kamera qoymuşsan qabağa, otur, onlar da səni bir savadlı insan bilirlər, qulaq asırlar. Hələ orada izah eləmək lazımdır ki, bu niyə şirkdir? Niyə görə mən əlimi açanda, ya evdə dua eləyəndə, məsələn, təvəssül edəndə, ya məsələn, ziyarətgaha gedib orada qəbir sahibinin, qəbrinin başı üstündə deyəndə, əlimi açanda deyəndə ki, ya Hüseyn, mənə məsələn övlad ver və etiqadım da budur ki, bir iznillah əta eləyir. Şiə əqidəsi budur. Bir nəfər bunun əleyhinə danışmaq istədirsə ki, yox belə deyil, buyursun gəlsin bəhs edək. Bütün şiə alimləri bu cür deyiblər. İnsan etiqad edir ki, bi iznillah Teala, Allahın izni ilə, Allahın icazəsi ilə, Allahın verdiyi qüdrətlə övliya nəsə əta eləyir. Və mən də onu Rəbb bilmirəm, Xaliq bilmirəm, Allah bilmirəm. Sadəcə Allahın salih quludur. Nəhayətdə qüdrəti Allahın qüdrətinə bağlıdır. Bi iznillah əta eləyir. Bunun nəyi şirkdir? Hələ şirkdir deyib atıb cəmaatın başını xarab eləməklə deyir ki, oturmuşsan orada, qəşəng kamera qoyublar qabağa, buyur, hünər elə, isbat elə görək Quran ayəsinə əsasən ki, bu necə oldu, şirk oldu. Quran ayələrinə əsasən isbat elə ki, necə oldu bu sən deyən kimi şirk oldu. Necə oldu ki, dirikən şirk deyildi, öləndən sonra şirk oldu. Hansı dəlillə əsasən, hansı Quran ayələri nə əsasən. Gətir o Quran ayələrini bir-bir sənin orada cavabı verək. Bizim bu cür çağırmağımız da istianət babındandır, ibadət babından deyil. Biz İmam Hüseyn əleyhissalam ibadət etmirik. Sən əgər deyirsənsə ki, biz şərik qoşuruq və etdiyimiz ibadətdir, buyur Quran-ı Kərimə əsaslanaraq ibadətin tərifini ver və haqq görək ki, bizim əməlimiz ibadət sayılır yoxsa yox. Və ibadətə verdiyin tərif Qurana uyğundur yoxsa yox, biz də həmçinin ibadətə verdiyimiz tərifi gətirək. Bizim o çağırmağımız Allahdan başqa şey deyirsiniz çağırmayın. O çağırmağımız kömək istianət mənasındadır. Bəli, biz ya Hüseyn filan işi gör, ya Hüseyn şifa ver, ya Əli məsələn bu cür deyəndə etiqadımız budur ki, Allahın izni ilə, Allahın verdiyi qüdrət sayəsində onlar o işi görürlər. Necə ki Həzrət İsa əleyhissalam gəlib ona deyirdilər, ya heç demirdilər, Allahın izni ilə olduğunu Quranda buyurur. Biz də deyirik ki, bəli, Allahın izni ilə baş verir bu hadisə. Çağıranda ibadət mənasına çağırmırıq. Niyə görə? Çünki biz ümumiyyətlə İmam Hüseyn əleyhissalam Rəbb bilmirik, Xaliq bilmirik, Allah bilmirik, müdəbbir bilmirik. Hər bir şeyin Allahın əlində olduğuna etiqad edirik 100%. İmam, övliya, həm əhlüsünnə, həm də biz etiqad edirik ki, bəli, Allahın izni ilə iş görürlər. Allahdan müstəqil şəkildə yox, Allahın icazəsi ilə, Allaha muttasil bir şəkildə, Allahın verdiyi qüdrət əsasında, kəramət əsasında bir iş görürlər. Buna dair kimin nə etirazı varsa, buyursun gəlsin. Biz həm canlı debata çağırmışıq bütün o bu əqidə olanları. Canlı da istəməsələr öz kanallarında da istənilən Vəhabi cavab verə bilər və biz cavabını verərik. Bizim etiqadımız Ömərin etiqadından zərrə qədər fərqlənmir. O Buxarıda, Müslimdə gəlib, Ömər Peyğəmbərin əmisi Abbası çağırır namaz, istisqa namazı üçün. Orada Ömərin çağırmağı hansı çağırmaqdandır? İbadət çağırmaqdandır? Xeyr. Abbası çağırdı, kömək istəmək məqsədi ilə ki, yəni sən gəl, Peyğəmbər sağ olanda Peyğəmbərlə dua edirdik, indi sən gəl istə. Elə o deyir sizə, ancaq Allah bacaranda başqasına nə ehtiyacı var? Elə Ömər də əlini açıb birbaşa Allahdan istəyərdi də. Hətta diridir Abbas deyək ki, indi deyəcəklər ki, Abbas diri idi. Hətta olsun.
İyyəkə na'budu və iyyəkə nəstə'in demirsiniz, ancaq səndən istəyirəm. Elə Ömər birbaşa əl açıb Allahdan istəyər də, niyə Abbası araya vəsilə salır, vəsilə təyin edir? Bizim etiqadımız eynilə onun etiqadı kimidir. Necə ki, o etiqad edir ki, 100% Allahdandır, Abbas da Allahdan istəyəcək. Vəssalam, biz də o cür deyirik. 100% Allahdandır, İmam Hüseyn də Allahdan istəyəcək. Bu cürdür. Bizim etiqadımız budur. Bundan əlavə artıq əksi kim nə desə, o şiə etiqadı deyil. O ya cahildir, ya da qərəzli şəkildə şiənin əleyhinə bu cür yalanlar bağlayır. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.